Salam əziz dostlar, xoş gördük sizləri. Dərsimizə davam edirik. Keçən dərsdə biz aksiom haqqında danışdıq və sütunların qeyd etdik ki, aksiom iki hissəyə bölünür. Ümumi və yaxud da yəqin deyə bilərik. Ümumi yəqin, xüsusi yəqin, bunları fərqlərini qeyd etdik. Bugünkü dərsimiz artıq biz aksioma giriş edirik ki, aksiomun burada biz danışacağıq ki, aksiyomun hissələrindən ümumiyyətlə aksiom necə olmalıdır, tərifi nədir aksiyomun, bu arada danışacağıq və ondan sonra gəlib digər başqa bir aksiyomların qismlərini qeyd edəcəyik. Aksiyomlar var ki, ilkin prinsipdir, hissi hökmlər, təcrübə hökmlər və s. Bunların hamısını qeyd edəcəyik. Ondan sonra yavaş-yavaş digər zənni hökmlər, məşhur hökmlər və s. Amma birinci olaraq biz gəlirik aksiyomlar barəsində onların qismlərindən danışmağa. Aksiyomların birinci qismi olan ilkin prinsiplərdir. İlkin prinsipdən danışacaq. Aksiyom özü neçə yerə bölünür və o birinci bölgülər ilkin prinsip bölgüsüdür. İlkin prinsip deyəndə aksiyomun bir hissəsi olan, birinci hissəsi olan ilkin prinsip nədir? Məsələn, ilkin prinsipə bir neçə misal deyək. Tutaq ki, iki ziddin hasil olması qeyri-mümkündür, yəni paradoks qeyri-mümkündür. Sonra tam öz hissələrindən böyükdür, bu da aksiyomdur. Yəni aksiyomun ilkin prinsiplərindəndir. Və hər bir nəticənin səbəbə ehtiyacı var, bu da ilkin prinsiplərdir. Və yaxud da varlıq vardır, varlıq vücud mövcuddur. Bu kimi ilkin prinsiplərdir ki, bunlar demək dostlar, əvvəliyyət də deyərlər buna, ərəb dilində əvvəliyyət olur da. Demək dostlar, bu misallar ilkin prinsipdir. Təbii ki, biz bu misalların birini götürürük, paradoks olan misalını götürürük, paradoks qeyri-mümkündür, bunu təhlil edirik. İlkin prinsiplər, aksiyomların birinci hissəsi olan ilkin prinsiplər o deməkdir ki, o qəziyyələrdir ki, xarici səbəbə ehtiyac yoxdur. Yəni burada, belə deyək, özündən xarici bir səbəbə ehtiyac olmur. Burada bir şeyin aksiyon, bu qəziyyənin aksiyon olması üçün xaricdən, kənardan bir səbəb gəlib onu aksiyon etmir. O zatən öz-özünə aksiyondur. Yəni, ağıl sırf iki tərəfi təsəvvür etməklə həmin o qəziyyəni doğru hesab edir. Doğru olmasına təsdiq edir, yəqin olur. İki tərəf deyəndə subyekt və predikat. Biz subyekti təsəvvür edəndə və predikatı təsəvvür edəndə, bunları bir-birinə nisbət verəndə artıq ağlımız, biz yəqinə çatırıq, onları təsdiq edirik. Məsələn, paradoks qeyri-mümkündür deyəndə, paradoks qeyri-mümkündür, paradoks və qeyri-mümkündür, subyekt və predikat. Bu ikisini təsəvvür edəndə artıq zaten biz yəqinə çatırıq. Zaten biz onun doğru olmasını təsdiqləyirik və heç zaman paradoksun, yəni qeyri-mümkünlüyü aradan geçsin, nə vaxtsa paradoks mümkün olar, yox. Bunu biz və xarici hər hansı bir səbəbə, xaricdən bir səbəb gəlsin, o səbəb göstərsin ki, bizi yəqinə çatdırsın ki, bəli, paradoks qeyri-mümkün deyil. Nəyə görə? Çünki buna görə filan xaricdən bir səbəblər gətirək göstərək. Ehtiyac yoxdur. Elə o subyektlə predikatı bir-birinə nisbət verəndə ağlımız bunu zaten təsdiqləyir. Zaten biz bunu qəlbən inanırıq və burada xarici səbəb olması da inanırıq. Hətta aksiyon barəsində, daha doğrusu ilkin prinsiplər, aksiyomun ilkin prinsiplər haqqında deyirlər ki, ilkin prinsipə heç bir dəlil gətirə bilmərik. Dəlil gətirməyə ehtiyac yoxdur. Nəinki ehtiyac yoxdur? Dəlil gətirmək də mümkün. Argument gətirək ki, doğrudan da bəli, bu belə. Aksiyon qeyri-mümkündür. Çox gözəl, ilkin prinsipdir. Dəlil gətir. Heç dəlil gətirmək mümkün deyil. Argument gətirmək mümkün deyil ki, mən gəlim doğrudan da ispat edim ki, paradoks qeyri-mümkündür. Bəzi şeylər, aksiyomların, yəni elə bir ilkin prinsiplər var ki, o ilkin prinsiplərdə, daha doğrusu üzr istəyirəm, ilkin prinsiplər elə bir qəziyyələr ki, sən heç bir dəlil, sübut gətirib ispat edə bilməzsən ki, o belədir. Qəbul edirsən, zaten sən onu qəbul edirsən, təsdiq edirsən. Amma niyə təsdiq edirsən? Doğrudan da elə bir dənə dəlil gətirək? Xeyr, bu
mümkün deyil. Biz bunu ilkin prinsiplər aksiomdursa bu. Aksioma mən nə dəlil gətirim? Aşkardır bu. Və ona görə də ilkin prinsiplər onlardır ki, xaricdən heç bir səbəbə ehtiyac olmur. Biz elə sırf bu iki dənə təsəvvürü zehnimizə gətirəndə, yəni bu subyektdən predikatı zehnimizə gətirəndə biz onu təsdiqləyirik və ona inanırıq. Burada bir növ belə deyək, xaricdən səbəbə ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Çünki paradoksdur. Paradoksda misal gətirsək, biz deyirik paradoks qeyri-mümkündür. Sual, niyə qeyri-mümkündür? İsbat eləmək ehtiyac. Çünki ona görə qeyri-mümkündür ki, çünki bu paradoksdur. Qeyri-mümkünlük ona görə ki, paradoksdur. Burada biz sırf subyekti təsəvvür, yəni subyekti biləndən sonra avtomatik olaraq biz gəlirik həmin o 4 dənə yəqində qeyd etmişdik. 4 dənə yəqin sütunlar var. Həmin o sütunlar öz-özlüyündə, yəni biz ona iman gətiririk. Biz artıq burada gəlib paradoks deyəndə avtomatik ikinci tərəfi də zehnimizə gəlir ki, yəni paradoks qeyri-mümkündür və salam. Nəyə görə qeyri-mümkündür? Necə oldu ki, bu qeyri-mümkün olan predikatı gəlib subyektə, yəni paradoksa nisbət verdin və 4 dənə sütun hamısı yerində oldu. Gəldin dedin ki, bəli, nisbət verilə bilər predikat subyektə və heç zaman ayrıla bilməz və bu ikisinə də yəqinin var, 3-cü, 4-cü sütun. Bunlar necə oldu? Heç bir şey. Elə bir dənə mən subyekti təsəvvür edim, o subyekt vasitəsində predikat meydana gəldi. Bu da olur ilkin prinsiplər. İlkin prinsiplərin forması belədir. Yəni, xülasə deyək, paradoksun qeyri-mümkün olmasına səbəbi onun özündədir. Səbəbi elə paradoksun özündədir. Vəssalam. Ona görə tərifində qeyd edirlər ki, ilkin prinsiplər o qəziyyələrdir ki, əgər insan subyektdir və bir dənə incə nöqtə, dostlar, subyekt dedik təsəvvür edəndə avtomatik on predikat da zehnimizə gələcək. Burada məqsəd subyekti kamil şəkildə təsəvvür etsəkdir. Kamil şəkildə. Tərifində də qeyd olunur. O qəziyyələrdir ki, ilkin prinsiplər. Əgər insan subyekti kamil şəkildə təsəvvür etsə, subyektin özü, çünki sən kamil şəkildə təsəvvür etdin, o subyektin özü predikatın ona, yəni subyektə, özünə nisbət verilməsinə səbəb olacaq. Sən kamil şəkildə bilməlisən ki, paradoks nədir? Sən onu düzgün təsəvvür etməlisən. Ondan sonra əgər düzgün təsəvvür etsən, o paradoks səbəb olacaq ki, həmin o qeyri-mümkün olan predikatı özünə nisbət versin. Amma ola bilər ki, bir insan paradoksu düzgün şəkildə təsəvvür etmir. Heç bilmir paradoks nədir. Düzgün şəkildə təsəvvür etmədiyinə görə, düzgün məlumatı olmadığına görə, bəli, onun üçün heç də bu dediyimiz qeyri-mümkünlük olan predikatı gəlib zehninə gəlməsin. İkinci bir tərəf zehninə gəlməsin. Bu da ona görə ki, biz burada dedik, kamil şəkildə, həddlərin düzgün şəkildə təsəvvür etməliyik. Məsələn, adi bir insan, elm oxumayan o insanda olsun, fərq elətmir, kim olursa olsun, savadsız olsun belə, sən gəlib onu düzgün şəkildə bu paradoksu müəyyən etməlisən. Məsələn, misalla gətirirsən ki, deyirsən ki, paradoksu, yəni budur ki, ola bilsin sən paradoksun söz olaraq mənasını bilmirsən. Bax, əgər mən kitabı bura qoysam və desəm ki, bu kitab həm var, həm yox, bu mümkündür. Təbii ki, o artıq bu paradoksu təsəvvür edəndən sonra desə qeyri-mümkündür. Yəni, dərhal zehnə ikinci tərəf gələcək. Burada düzgün şəkildə təsəvvür etdirmək və yaxud da təsəvvür etmək mühüm bir məsələdir. Yəni, buna diqqət edilməlidir. Başqa bir məsələ var, dostlar. O məsələ də bundan ibarətdir. Paradoks qeyri-mümkündür deyəndə və biz bunu gəlib ilkin prinsiplər kimi götürürük. Deyirik ki, ilkin prinsiplərdən biri paradoks qeyri-mümkündür. Və biz nəzərə olan qəziyyələri gətirib bunlara söykəndiririk. O nəzər olan qəziyyələri çeviririk aksioma. Sual budur ki, məsələn, ondan biri də paradoks idi. Paradoks qeyri-mümkündür nə deməkdir? İki formada paradoks təsəvvür oluna bilər, qeyri-mümkündür. Birinci forması budur ki, deyirsən paradoks qeyri-mümkündür. Bu mənadadır ki, yəni iki şey eyni anda və yaxud da iki təsəvvür eyni anda, xarici anda məsələn, eyni anda ortaya gələ bilməz. Yəni, kitab. Sən həm deyirsən, bu kitab vardır, həm də deyirsən, bu kitab yoxdur. Varlıqla yoxluq eyni anda, eyni predmetdə toplaşa bilməz. Bu mənada paradoks var.
Bir də var ki, paradoks başqa mənadadır ki, paradoks qeyri-mümkündür deyəndə, yəni iki dənə anlayışı, iki dənə başa düşdüyümüz şeyi aradan apara bilmərik. Buradan aradan getmə, yəni aradan apara bilmərik. Sən gəlib deyirsən ki, bu kitab nə vardır, nə də yoxdur. İndi aradan aparmaq istəyirsən o iki dənə anlayışı. Bu hansı paradoks nəzərdə tutur? Və ilkin prinsiplər deyəndə, burada paradoks deyəndə biz o nəzərə olan məlumatları, nəzərə olan qəziyyələri gəlib ilkin prinsipin olan paradoksa söykəndirəndə hansına söykəndirmək? Aydın məsələdir ki, dostlar, sırf burada paradoks deyəndə məlum məsələdir ki, birinci paradoks zaten bir dənədir. Birincisi nəzərdə tutulur. O da nə? O da budur ki, paradoks. Burada paradoks deyəndə bu kitab həm vardır, həm yoxdur, budur. Bu mənada tutulur. İki şeyin cəm olması, iki anlayışın cəm olması, ortaya gəlməsi, bir araya gəlməsi. Çünki zaten iki anlayışın aradan aparması, nə vardır, nə yoxdur, elə bunun özü təzədən qayıdır həmin bu iki anlayışın bir araya gəlməsinə. Yəni mən deyəndə ki, bu kitab nə yoxdur deyəndə demək istəyirəm vardır. Nə də vardır, nə vardır demək istəyəndə, nə də vardır demək istəyəndə, yəni demək istəyirəm ki, yoxdur. Eyni şey olur. Yenə iki araya gəlmək olur. Yəni bu da elə ona bağlıdır. Yəni əsas odur. Bu nə yoxdur, nə vardır, elə vardır, yoxdura bağlıdır. İki şeyin bir araya gəlməsinə bağlıdır. Yəni bu ikisi də belə. Yox, əgər fərqli şeylər olsa, desən ki, yox, fərqli şeylərdir. Burada belə dairə yaranır. Dairə ilə də biz bir şey əldə edə bilmərik. Bundan əvvəlki dəstədə dairənin tərif demişdik dairə barəsində. Qismən olsa bəzi dəstədə işarə etmişdik. Yəni dairə nə? Sən burada deyirsən ki, bu kitab vardır, yoxdur, həm vardır, həm yoxdur deyəndə, yəni bu qayıdır nəyə? Bu kitab nə vardır, nə yoxdurdur. Buna qayıdır. Və deyirsən ki, yaxşı, bu kitab nə vardır, nə yoxdur. Bu ara qayıdır. Deyirsən ki, bu kitab vardır və yoxdura qayıdır. Yəni, iki şeyi bir araya gətirmək qayıdır iki şeyi eyni anda aradan aparmağa. Və iki şeyi eyni anda aradan aparmaq qayıdır nəyə? İki şeyi bir yerə gətirmək, bir araya gətirməyə. Burada artıq dövrə yaranacaq, dairə yaranacaq. Dairədən də bir şey meydana gəlmir. Çünki bir şey gərək sonda bir şeylə nöqtələnsin, bir şeylə söykənsin ki, onun varlığı qala bilsin, doğru hesab olunsun. Və burada da biz deyirik ki, xeyr, iki şeyin aradan getməsi elə söykənir nəyə? İki şeyin bir araya gəlməsinə. Elə buna aiddir, buna söykənir. Burada artıq başqa bir şeyə də ehtiyac yoxdur. Hətta elə məntiqdə də bəhs olunanda Aristotelin məsələn klassik məntiqdə də paradoks deyəndə adətən bu nəzərdə tutulur. Elə bu nəzərdə tutulur. Yəni paradoks budur ki, iki şey eyni anda bir araya gələ bilməz. Bu nəzərdə tutulur. Və dostlar, qeyd etmək lazımdır ki, burada incə bir nöqtə var. Biz dedik ki, burada iki dənə anlayış istifadə etdik. İlkin prinsip və bədihi. Və yaxud da yadınızdadırsa bundan əvvəlki dərsdə yəqinə bəzən bədihi dedik. Yəni, aksiyonu bəzən bədihi dedik. Təbii ki, bunları ayırmaq lazımdır. İndi mən müəyyən başqa bir mənada bunu dedim. Bədihi deyəndə açıq-aşkar aksiyon odur ki, aksiyon daha ümumi bir şeydir. Aksiyon bədihidən də ümumi ola bilir, ilkin prinsiplə də ümumi ola bilir. Bəzən bədihi. Və yaxud da ola bilsin ki, məsələn, biz bədihi deyəndə elə aksiyonu nəzərdə tutaq. Bəli, bu da ola bilir. Sadəcə bunu nəyə görə deyirəm? Burada bir dənə ayırma var. Bədihi ilə aksiyomun, üzr istəyirəm, bədihi ilə ilkin prinsipin fərqi var. Aksiyon deyəndə onun birincisi, məsələn, ilkin prinsipdir və bədihi də ola bilər. Bəzi bədihilər ilkin prinsip ola bilər. İlkin prinsip bədihi ilə fərqi bundan ibarətdir ki, ilkin prinsip odur ki, sən ilkin prinsipə aid olan qəziyyələrdə onu isbat etmək üçün heç bir dəlil gətirə bilməzsən. Dəlil gətirmək mümkün deyil. Dediyimiz kimi paradoks misalında. Dəlil gətirmək mümkün deyil. Subyektə təsəvvür etməklə dərhal predikatda təsəvvür olunur. Amma bədihilər onlardır ki, düzdür bəzi bədihilər ilkin prinsip kimi
dəlil gətirə bilmərik biz onu, arqumentlə əsaslandıra bilmərik, zaten biz onu qəbul edirik. Amma bütün bədihilər deyil, bəzi bədihilər var ki, onlarda mütləq olaraq arqument gətirməlisən. Baxmayaraq ki, bədihidə arqument gətirməlisən. Lakin ilkin prinsip belə deyil. İlkin prinsipdə heç bir arqument gətirməlisən. Bədihidə isə belədir ki, bəzilər var ki, ilkin prinsip kimi arqument gətirə bilməzsən, amma eləsi də var ki, bədihilərdən arqument gətirməlisən. Bəzi şeylər var ki, müəyyən bir şeydir, mənim üçün o bədihidir, amma başqası üçün bədihi deyil. Mən onun üçün onun bədihiliyini isbat etmək üçün ona mən arqument gətirməliyəm. Məsələn, keçən də misal dedik, fəlsəfi bir misalda hansısa bir filosof üçün, fəlsəfəsi üçün bir məsələ bədihiyyət çevrilir. O əsaslandırıb, dəlil gətirib, öyrənib, oxuyub, alimlərin dəlilini oxuyub, arqumentlərini araşdırıb, onun üçün artıq o nəzərə olan məsələ bədihiyyət çevrilir. Amma insanlar, adi insanlar üçün heç o bədihi deyil ki. Onun bədihi olmasını isbat etmək üçün onlara biz, yəni bədihi olmasını göstərmək üçün biz arqument gətirib bədihiliyini isbat etməliyik onlara. İlkin prinsipdə elə deyil, amma ilkin prinsipdə kim olursa olsun hamı qəbul edəcək, dəlilsiz falan qəbul edəcək. Paradoks qeyri-mümkündür misalı kimi. Hamı bunu gözəl şəkildə qəbul edir. Xülasə, bunu ayırmaq lazımdır ki, burada biz çaşqınlığa düşməyək. Növbəti bir məsələ də dostlar budur ki, biz subyekt və predikatdan əvvəlki dərslərdə danışdıq və geniş danışdıq. Subyekt və predikat özü bölünür iki hissəyə. Bəzi subyekt və predikat, subyekt predikat deyəndə daha doğrusu predikat bölünür. Yəni predikat bir subyektə nisbət veriləndə iki formada nisbət verilir. Bəzi predikatlar var ki, onlara ərəbcə termin olaraq qeyd olunur ki, adı belədir ki, əl-xaricul məhmuli min səmimihi. Bəziləri də var ki, izah eləyəcəm, təbii ki, yuğayirul məhmul bid-dəmimə. Üzr istəyirəm, bid-dəmimihi. Yəni, misalla bunu istəyirəm izah edeyim. Biz deyirik ki, Allah vardır, Allah mövcuddur. Məsələn, bunu gətirik. Və yaxud da biz deyirik ki, vücud mövcuddur. Varlıq mövcuddur. Burada vücud, subyekt mövcuddur, predikat və yaxud da Allah misalında Allah subyekt mövcuddur, burada predikatdır. Mövcud gəlir, bu predikat Allaha nisbət verilir və yaxud da ikinci misalda mövcud gəlir, vücuda nisbət verilir. Bu predikatlar əl-xaricul məhmul min səmimihi olan predikatlardır. Yəni, burada predikatın ortaya gəlməsi həmin o subyektin daxilindən xaric olur. Onun daxilindən, ona görə səmimi deyirlər, onun içərisindən xaric olur. Burada əslində predikatla subyekt eyni şeydir. Eyni şey olur. Yəni, sən deyəndə vücud mövcuddur, vücud başqa bir şey, mövcud başqa bir şey deyil, ikisi eyni şeydir. Allah mövcuddur deyəndə Allah başqa bir şeydir, mövcud başqa bir şeydir. Xeyr, eyni şeydir. Allah yəni elə mövcud. Vücud yəni elə mövcud. Allah deyəndə elə vücud. Yəni elə varlığı. Allah vardır deyən nə deməkdir? Yəni, sanki belə deyil ki, sanki bir dənə varlıq, bir anlayışı var. Və anlayış olaraq iki cür ola bilir. Yəni, xarici aləmdə sanki varlıq deyilən bir şey var və Allah deyilən bir şey var. Varlıq gəlir ona belə predikasiya olunur, nisbət olunur və iki şeydə məsələn iki şey olur əslində. Bir şeydə iki şey olur. Həm Allah, həm də onun varlığı. Xeyr, belə deyil. Allah vardır deyəndə elə vardır, yəni elə varlıq, yəni elə Allah. Allah elə yəni varlıq. Elə bu nəzərdə tutulur. Və yaxud da vücud mövcuddur. Xarici aləmdə vücudlar var, məsələn deyir, vücud mövcuddur. Vücudun özü başqa bir şeydir. Mövcud başqa bir şey deyil ki, deyək ki, mövcudu gəlib ona predikasiya elədik və iki dənə şey var xarici aləmdə. Çünki burada belə baxanda əslində iki dənə şey yaranacaq. Allah mövcuddur deyəndə Allahda iki dənə şey var. Bir Allahın elə özü, bir də ki, onun vücudu, varlığı. Xeyr, bu belə deyil. Ona görə əl-xaricul məhmul min səmimihi olan
predikatlarda odur ki, burada predikat elə subyektin içərisindən təhlil vasitəsilə, yəni zehnimizdə biz onu iki yerə bölünürük. Təhlil edəndə iki şey meydana gəlir. Əslində eyni şeydir. Bəli, zehnimdə mənim bir dənə bir Allah anlayışı var, bir dənə bir varlıq anlayışı var və bunlar arasında ki, varlığı Allaha predikasiya edirəm, bir dənə bir qəziyyə ortaya çıxardım. Zehnimdə bəli təhlil ola bilər, amma xarici aləmdə məsələn eyni şeydir, o demək deyil iki şeydir. Bir də var ki, yuğayirul məhmul, əl-məhmulu bid-dəmimə demək olar elə buna. Bu da nədir? Üzr istəyirəm. Əl-məhmulu bid-dəmimihi. Əl-məhmulu bid-dəmimihi. Bu da nədir? Əl-məhmulu bid-dəmimihi zəmimə sözündən də əl-məhmulu biz-zəmimihi birləşdirmə də, yəni birləşdirmə mənasına gəlir. Burada artıq predikat və subyekt ayrı şeylər olur. Xarici aləmdə də ayrı şeylər olur. Eyni şey deyil. Məsələn, tutaq ki, mən deyirəm ki, maşın və ağ. Deyirəm, maşın ağdır. Maşın ağdır deyən sual, o ağ elə maşının özüdür? Xeyr. Ağ o maşının özü deyil. Ağ başqa bir şeydir, rəngdir, başqa bir şeydir. Maşın başqa bir şeydir və ağ nə olur, gəlir, ağ maşına predikasiya olunur. Yəni xarici aləmdə mən maşın görəndə bir ağ rəngi görürəm, bir də maşını görürəm. Maşını görürəm ağda, təbii ki, mən bunu xarici aləmdə iki cür görürəm. Yəni bir onun rəngidir. Rəngi maşından ayrı bir şeydir, eyni şey deyil. Amma birincidə xeyr, Allah vardır, eyni şeydir. Varlıq olaraq elə eyni nəzərdə tutulur. Burada isə yox. Burada dediyimiz kimi xeyr, fərqli şeylərdir. Bu fərq ayrı şeydir, bu ayrı şeydir. Və yaxud indi başqa misallar da demək olar. Bir dənə məsələn tutaq ki, belə bir misal deyək. Biraz düzdür, qəliz də olsa, amma maraqlı deyən istəyirəm deyim. Biri var ağlıq, biri də var ağ. Ağ deyəndə, yəni ağ rəng. Təbii ki, bir ağ rəng var, bir də ağlığın özü var. Burada mən deyəndə məsələn, ağlıq ağdır. Məsələn, belə bir söz deyəndə ağlıq ağdır. İki formada nəzərdə tutulur. Eyni bu dediyimiz iki dənə misalda kimi. Bir ağlıq, belə bir növ deyək, bir şeyin özü, o ağlıq bir anlayışı xarici aləmdə. Bir də ki, ağ, yəni nəyəsə ağa nisbət verilir. Artıq nəsə ağ olur. Maşın ağdır kimi olur. Ağlıq deyəndə təbii ki, o şeyin özü nəzərdə tutulur, bir şeydir. O, necə deyim, nəyəsə nisbət verilmir. O müstəqil bir, necə deyim, müstəqil bir anlayış, müstəqil bir şey kimidir. Amma ağ deyəndə artıq ağ müstəqil deyil, nəyəsə aid olmalıdır, nəyəsə nisbət verilməlidir. Ağlıq ağdır deyəndə artıq məsələn nəyəsə nisbət verir. Ağlıq artıq ağ nəyəsə nisbət verilir. Burada da bu misal kimi məsələn Allah vardır deyəndə biz bunu məsələn biri var ki, ağlıq kimi götürək. Allah vardır, yəni elə bu Allahın özüdür, varlıq Allahın özüdür. Ağlıq deyəndə elə ağın özüdür. Amma bir var ki, ağ nəyəsə nisbət verəndə artıq onda məsələn bu ikinci misala qayıdacaq. Artıq burada dediyimiz maşın ağdır kimi. Artıq bu ağlıq, bu ağ rəng maşına nisbət verilir. Artıq bu mənada nəzərdə tutulur. Bu da dostlar, demək, belə deyək, predikatın növləri idi. Burada bir məsələ bundan ibarət ki, təbii ki, bunu biz gələn dərsdə biraz geniş danışacaq bu barədə. Mən istəmirəm bura giriş edeyim. Bəziləri qeyd edirlər ki, belə bir söz deyirlər ki, ilkin prinsiplər deyəndə, bu ilkin prinsiplərin misallarını dedik, məsələn, iki ziddin hasil olması qeyri-mümkündür, tam öz hissələrindən böyükdür, hər bir nəticənin səbəbə ehtiyac var, yaxud da varlıq mövcuddur. 4-3 dənə məsələn ilkin prinsiplər qeyd edirlər. Bunlara ilkin prinsip dedik, səbəbini də dedik. Məsələn, iki paradoks məsələsini dedik ki, orada əslində xarici bir səbəbə ehtiyac yoxdur, insan subyekti təsəvvür etməklə predmeti təsəvvür edir.
üzr istəyirəm, subyekt təsəvvür etməklə predikat da dərhal gəlir zehnə. Həmçinin tam öz hissələrindən böyükdür deyəndə, məsələn, tam öz hissələrindən böyükdür deyəndə xaricdə bir səbəbə ehtiyac var. Xeyr, tam öz hissəsindən böyük. Tam deyəndə artıq zehnimizə, yəni biləcək ki, öz hissəsindən böyük olacaq. Tam bu aydındır. Və yaxud da vücud mövcuddur, varlıq mövcuddur. Yəni bu aydın məsələdir. Çünki əgər vücudu biz zehnimizə gətirəndə onun mövcud olması predikasiyası da zehnimizə gəlir. Əks halda belə olması onda problem yaranacaq. Yaxşı, çox gözəl. Onda məcbur burada vücudu isbat eləyək ki, vücud var, sonra deyək mövcuddur. Bu vücudun isbat etmək üçün başqa bir, belə deyək, vücuda ehtiyac olacaq. Yəni, məsələn, mən deyirəm ki, vücud mövcuddur. Sən burada gəlib deyirsən ki, vücud mövcuddur. Əvvəla vücudun varlığını isbat elə. Vücudun varlığını isbat etmək üçün onda o vücudun da varlığını isbat etmək üçün başqa bir varlıqla isbat etməliyəm. Sonra o varlığını isbat etmək üçün başqa bir varlıqla isbat etməliyəm. Ta belə gedəcək. Burada silsilə yaranacaq. Yəni, mən deyəndə vücud mövcuddur. Mən bu mövcudu vücuda nisbət vermək istəyəndə birinci vücudu sabit etməliyəm. Vücudu sabit etmək üçün bunun varlığını sabit etməliyəm. Ta elə burada təsəlsül, silsilə yaranacaq. Ona görə burada aydın məsələdir ki, bu ola bilməz. Elə deyirik ki, vücud mövcuddur deyəndə elə, yəni bu aydındır, vücud vardır. Biz bunu belə deyək, ilkin prinsip kimi qəbul edirik ki, vardır. İsbata ehtiyac yoxdur. Vücud elə özü vardır, özündən vardır. Onun var olması üçün başqa bir vücudu sübut etməyə ehtiyac yoxdur. İndi mən istəyirəm daha çox fəlsəfi məsələ girim. Xülasə, bunlar ilkin prinsiplər ki, qeyd olunur. Lakin bir məsələni qeyd edək. Təbii ki, bunda gələn dərslərə saxlayacaq. Biz burada irad kimi deyək, məntiqçilərin, filosofların məntiqçilərin əsasında fikirlərini deyək. Ona gələn dəfədə mümkün qədər cavab verəcəyik. Qeyd edirlər ki, bəzi məntiqçilər qeyd edirlər ki, əslində ilkin prinsip bir dənədir. O da nə? Paradoks. Vəssalam. Artıq tam öz hissəsindən böyükdür, vücud mövcuddur və yaxud da hər bir nəticənin səbəbə ehtiyac var. Bunlar ilkin prinsiplər deyil. Bunlar necə ilkin prinsiplər deyil? Biz nə dedik? Dedik ki, ilkin prinsip odur ki, sübuta, dəlilə, argumentə ehtiyac yoxdur. Deyir ki, xeyr, tam öz hissəsindən böyükdür, hər bir nəticənin səbəbə ehtiyac var. Bunlar heç də ilkin prinsiplər deyil. Hər bir nəticənin səbəbə ehtiyac var. Yox, bu bəzən sübut etməyə ehtiyac olur. Və bunları da sübut etmək üçün bunların özünü biz paradoks məsələsinə qaytarıb o nəzər olan məsələni aşkar etməliyik, aksiom etməliyik. Hamısının başında gəlir paradoks durur və bunların özləri də ilkin prinsip kimi, paradoks kimi yanaşı deyil. Onlar sübuta ehtiyacı, yəni dəlillə isbat edilməyə ehtiyacları var. O da ki, ilkin prinsiplər vasitəsilə. Bunların özləri də ilkin prinsipə söykənir. Nəinki onların özləri də ilkin prinsip kimi açıq, aşkar bir şeydir. Dəlilə, argumentə ehtiyac olmadan yəni qəbul olunan bir şeydir. Hər bir nəticənin səbəbə ehtiyac var. Məsələn, bunu da isbat etməyə ehtiyac var. Bunu da inşallah və yaxud da tam öz hissəsindən böyükdür. Bəzən ola bilsin ki, məsələn, ola bilərmi? Tam öz hissəsindən böyük olmasın və sair bu iradları, fikirlər inşallah gələn dərsdə bunun. Sadəcə mən istədim bildirəm ki, belə bir fikir də var, əks fikir deyənlər də var. Bunu da inşallah gələn dəfə geniş bu barədə danışacağıq. Dərsimiz bura qədər dostlar. Ümid edirəm izah eləyə bildim. Sağ olun, salamat qalın. Elhamdülillah Rabbil Alamin.